وَكَذَٰلِكَ أَنزَلْنَاهُ آيَاتٍ بَيِّنَاتٍ وَأَنَّ اللّٰهَ يَهْدِي مَن يُرِيدُ. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Değerli izleyicilerimiz, bugünkü mövzumuz Kur'an-ı Kerim'de andlar olacaktır. Çok sual verilir ki Allah Teala Kur'an-ı Kerim'de ne üçün and içmiştir? And ne demektir? And özümüzden daha yukarı mövqedəki bir varlığı və yaxud müsəlmanlar üçün Allah Teala'nın varlığını şahid tutaraq öz fikrimizi təkid etmək, vurğulamaq üçün istifadə etdiyimiz bir məfhumdur. Bəs Allah Teala nə üçün Kur'an-ı Kerim'də and içmişdir? Kur'an-ı Kerim'də 17 surə and ilə başlayır. Misal üçün Estağfirullah vel asri, and olsun zamana, vel duha, and olsun quşluq çağına. Yasin surəsində Yasin vel Qur'anil Hakim, yəni and olsun hikmətli Qur'ana deyə surə başlayır. 7 dəfə Allah Teala öz adına and içir ayətlərdə və 3 dəfə də Məhəmməd Peyğəmbərə aleyhissalam and içməsi buyurulmuşdur. Təbii ki, Allah Teala burada nə üçün bu varlıqlara and içmişdir məsələsi ortaya çıxır. Bunun üçün alimlər fərqli cəhətlərini zikr etmişlər andın mahiyyətini. Əvvəla, Kur'an-ı Kerim ərəb dilində nazil olmuşdur. Uca Allah Yusuf surəsinin 2-ci ayəsində buyurur ki, Estağfirullah, İnna enzelnahu Qur'anan Arabiyyan leallekum ta'qilun. Sadaqallahul azim. Yəni, şübhəsiz ki, biz o Qur'anı ərəb dilində nazil etdik ki, onu anlayasınız, düşünəsiniz. Yəni, Qur'anın dili ərəb dilidir. Qur'anın nazil olduğu bölgə ərəblərin yaşadığı, onların yaşayıb yaratdığı bölgə olduğu üçün onların adətlərinə, ənənələrinə, dilinə, ədəbiyyatına, bəlağətinə uyğun, münasib dil terminləri istifadə edilmişdir Quran ayətlərində. Andlar da bunlardan məhz biridir. Cahiliyyə dövrü şeirinə baxdığımız zaman orada da şairlərin müəyyən varlıqlara, məfhumlara and içdiyini görə bilərik. Ancaq Quran-ı Kərimdəki andlar biraz bundan təbii ki, fərqlidir. Birinci olaraq onu deyə bilərik ki, bu ərəblərin bir üslubudur. Quran-ı Kərim bu üslubu onların Qur'anı daha yaxşı anlaya bilməsi üçün bu üslubu da mühafizə etmişdir. Onlar bunu hər hansı bir fikri, ideyanı təkid etmək üçün, qarşı tərəfi inandırmaq üçün istifadə edirdilər. Quran-ı Kərimdə isə Allah Teala özündən daha aşağı mövqedə olan və özünün xəlq etdiyi məfhumlara and içmişdir. Günəşə and içir, vəş-şəmsi və duhahə, zamanı and içmişdir. Və-tini və-zeytun deyərək əncirə, zeytuna and içmiş, peyğəmbərlərin diyarlarına and içmişdir, Quran-ı Kərimə and içmişdir. Yəni bu göstərilən Allahın yaratdığı məxluqların insanoğlu üçün çox əhəmiyyətli olduğu, onun həyatında böyük rol oynadığı, onun qədir qiymətinin bilinməsini istədiyi üçün məhz andlarda bu mühüm xüsuslara yer verilmişdir. Digər tərəfdən bu məfhumlar, bu varlıqlar Allah Teala tərəfindən insan üçün şahid tutulur. Yəni ki, günəş də, ay da, Quran-ı Kərim də insanlar üçün axirətdə şahidlik edəcəkdir. Onların da şahidliyi ilə axirətdə, haqq hesabda Allah Teala bizdən bütün əməllərimizi sorğu-sual edəcəkdir. Digər tərəfdən bunlar insan həyatı üçün önəmli faktorlardır. Misal üçün günəş neməti, günəşə and içir Allah Teala, günəş neməti olmasa həyat olmaz. Və yaxud da əncir, zeytun kimi meyvələr, bunlar insan üçün çox faydalı qidalardır. Misal üçün vəl-asr deyərək zamanı and içirsə, zamanın bizim üçün çox dəyərli olduğu anlaşılmalıdır. Dolayısıyla bütün bu səbəblərdən dolayı Quran-ı Kərimdə Allah Teala bu varlıqlara and içmişdir. Ancaq bizə gəldikdə təbii ki, hər bir müsəlman Allah Teala'nın öz varlığına and içməlidir. And üçün vallahi, billahi, tallahi məfhumlarından istifadə edə bilərik. Quran-ı Kərimdə təbii ki, və Rabbi deyə Rəbbinmə and olsun deyə əmr var. Onun xaricində la uqsimu şəklində and içmə vardır. Bəzi ayətlərdə də laqad işlədilmişdir. Laqad əslində həqiqətən deməkdir. Amma alimlər orada da gizli bir and olduğunu,
qeyd etmişlər. Biz müsəlmanlar olaraq təbii ki, bu varlıqlara deyil də sırf uca Allaha and içməliyik. Ancaq andı hər zaman, hər yerdə and içmək doğru görülməmişdir. Fikrimizi təkid etmək üçün yeri gəldiyi zaman və də ki, vədimizi mütləq yerinə yetirəcəyimiz təqdirdə and içməmiz tövsiyə olunur. Nəhayət, nəticə etibarilə deyə bilərik ki, Quran-ı Kərimdəki bu andlar mənanın qüvvətləndirilməsi, o varlıqların şahid tutulması üçün və o varlıqlardakı böyük dəyərlərə görə uca Allah burada and içmişdir. Bugünkü mövzumuz burada yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. وَكَذَلِكَ أَنزَلْنَاهُ آيَاتٍ بَيِّنَاتٍ وَأَنَّ اللَّهَ يَهْدِي مَن